Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyike al-Hüccet ibn-i Hasan salavatuka aleyhi ve ala abaih fi hazihi saati ve fi kulli sa'a veliyen ve hafiza ve gaide ve nasira ve dalilen ve ayna hatta tuskinahu erzaka tav'a. Allahümme salli ala Muhammed ve ali Muhammed. Aziz və dəyərli, Azəri dilli, mömin, müsəlman qardaş və bacılarıma salam deyirəm. Bugün Allahın izni ilə Bələd surəsinin son ayələrinin təfsirini sizin nəzərinizə çatdıracağım. Öncəki söhbətlərimiz Əqəbə barəsində idi. Əqəbə orada söylədik ki, çətin, aşırım, maniyə mənasındadır. İnsanın, müsəlmanların ümumiyyətlə yaranmış mövcud olan bəndələrin qarşısında bir sıra maniyələr var. O maniyələri, o aşırımları yalnız Allah Taala'nın bu surədə buyurduğunu həyata keçirənlər aşa bilir. Və bu ayədə, bundan sonraki ayələrimizdə Allah Taala o aşırımları keçəndən sonra nəyə nail olub? Onların ləqəbi, rütbəsi nə olacaq? Bu qədər zəhmətlərə qatlaşdı, bu qədər əziyyətlərə keçdi. Onların mükafatı nə olacaq? Bu barədə söhbət edir. Və son ayələrdə, Bələd surəsinin son ayələrində bu iki dəstə haqqında bizə açıqlama verir. Və buyurur ki, bir dəstə sağ tərəf əhli, bir dəstə sol tərəf əhlidirlər. Sağ tərəf əhli olanlar nemət içərisində olan cənnət əhli, bərəkət, xeyr əhlidirlər. Sol tərəf əhli isə günahkarlar, o aşırım və maniyəni aşa bilməyənlər cəhənnəm əhlidirlər. Bu ayələr bizə bu məsələləri çatdırmaq istəyir. Surənin sonunda bu xüsusiyyətlərə sahib olan insanların sağ tərəf əshabı olduğu bəyan olunur. Allah Teala bizə bəyan edir ki, hər hansı bir şəxsdə yuxarıda söylədiyimiz bir neçə xüsusiyyət, yenə təkrar olaraq nəzərinizə çatdırıram. Bir qul azad etmək, quraqlıq, aclıq dövründə başqasına əl tutmaq, yetimlərə, xüsusilə qohumundan olan yetimlərə kömək göstərmək, miskin fəqirlərə əl tutmaq, insanları səbrə dəvət, mehribanlığa dəvət etmək, imanlı olmaq, bunlar hamısı sağ tərəf əhlinin sifətlərindəndir. Bu şəxslər bu xüsusiyyətə malikdirlər. Ulaikə əshabul meymənə. Onlar sağ tərəf və səadət əshabıdırlar. Yəni, belə insanlar, Allahın bu buyurduqlarına əməl edən şəxslər mömin sayılır və onlar səadət əhlidirlər. Səadətə qovuşanlar sırasındadırlar. Yəni, bu şəxslərin həm özləri bərəkət sahibidirlər, həm də cəmiyyət üçün xeyir bərəkət hesab edirlər. Belə bir insanlar cəmiyyətin formalaşmasına böyük kömək göstərirlər. Siz təsəvvür edin, bizim cəmiyyətdə və cəmiyyətimizin bir böyük hissəsi bu xüsusiyyətləri özündə daşısın. Kasıblara əl tutsun, aclıq dövründə fəqir insanlara köməkli etsin, yol çəkdirsin, yetimlərin himayəsini alsın, insanları mərhəmətə, mehribanlığa, vəhdətə dəvət eləsin. Belə insanlar əlbəttə ki, bir cəmiyyətin formalaşmasında böyük rol oynayacaqdır. Və bunların vücudu həmin bərəkət üçün, həmin cəmiyyət üçün böyük bir bərəkət və nemət sayılacaqlar.
O cəmiyyətin özü də eyni zamanda bu xeyir bərəkətdən istifadə edəcək. Onlar da səadətə çatmaqda, necə deyərlər, bu şəxslərdən kömək alacaq və tez bir zamanda maneələri ötüb keçəcəklər. Bu ayədən sonra 19-cu ayədə Allah Teala qarşı tərəfi, müqabil tərəfi bizlərə bəyan edir. Sonra isə keçilməsi çətin aşırımlarda sıxıntı ilə üzləşənlərin xüsusiyyətlərinə işarə olunur. Bu sıxıntı ilə necə üzləşdilər? Bir qrup insanlar burada necə çətinliklərlə qarşılaşdılar? Niyə bu maneələri keçə bilmədilər? Çünki onlar Allahın dediklərinə itaat etmədilər. Əllərində olanı yığıb saxladılar. Ətrafa kömək etmədilər. Özlərinin yaşadığı mühitdə cəmiyyətin cavanlarına, fəqirlərinə kömək olmadılar. Bunlar söylədiyimiz kimi hər bir maneə idi. Bunlara kömək olduqda, iman gətirdikdə, bir-birini mərhəmətə dəvət etdikcə bu maneələr aşmaq olurdu. Və hər hansı bir insansa bu işi yerinə yetirmədisə, demək olar ki, o maneələri keçə bilməyəcəkdir. Allah Teala ümumiyyətlə insanları birbaşa cənnətə, cəhənnəmə aparmır. Burada gördüyümüz kimi, müşahidə etdiyimiz kimi insanlara yol göstərir. Bələd surəsinin əvvəlində də bu barədə açıqlama verdikdir. Nəcdəyn, iki yolu həmişə bizim qarşımızda qoymuşdur və bizə peyğəmbərlər göndərmişdir. Bizə vicdan, təmiz qəlb vermişdir. Pak fitrət üzərində bizi dünyaya gətirmişdir və biz özümüz bunlardan istifadə edib ya saadətə, ya zəlalətə gedirik. Ona görə də bəzi insanlar belə fikirləşməsin ki, Allah Teala mənə zülm edir. Birinin varlığı, birinin kasıb edir. Bu mövzular biraz genişdir. Burada danışmaq biraz uzun çəkər. Növbəti ayələrimizin təfsirində bu barədə söhbətlərimiz olacaq Allahın izni ilə. Amma qısaca olaraq demək istərdim ki, insanın saadətə qovuşmasının, uçurma zəlalətə düşməsinin səbəbi yalnız özüdür. Heç kim deyə bilməz ki, məni Allah Teala bu yola apardı. Çünki bizim ixtiyarımıza qoyulan nemətlər eynidir. Bütün bəndələrin ixtiyarında olan nemətlər eynidir. Kim isə bu nemətdən pis mənada istifadə edir, kim isə yaxşı. Bıçağı Allah Teala yaradıb. Bir bıçaq var, bir insanı vurulur, onu öldürür. Bir bıçaq var, insanı doğrayır. Doktorların, həkimlərin cərrah bıçağı kimi ona həyat verir. Bıçaq məsələsi eynidir. Yalnız ondan istifadə etmə məsələsi. Günəşin nuru eyni saçır. Acı bibərin də üzərinə saçır, almanın da. Bibər qızarır, qızardıqca istiot acılaşır, alma isə qızardıqca şirinləşir. Nur eyni yerdən gəlir. Burada çətinlik, müşkil, problem biz insanlardadır. Biz varlıqda, biz mövcudatdadır. Biz özümüz bunlardan dəyərli şəkildə istifadə eləməliyik. Axı, bəzən deyə bilərik ki, necə edək? Biz özümüz başa düşmürük. Onun cavabı belədir ki, Allah Teala məşhur rəvayətə əsasən 124 min peyğəmbər göndərib. Salih insanlar 12 imam, 14 məsum göndərib. Bunlardan istifadə eləməliyik. Təmiz qəlb, təmiz vicdan göndərib. Biz həmişə vicdanın səsinə qulaq asdıqda və ona əməl etdikdə düz yola qovuşarıq, sağ tərəf əhli ola bilərik. Rəvayət olunur ki, qiyamətdə insanın əməl dəftərləri oradakı məxluqata, insanlara, varlıqlara iki şəkildə veriləcək. Günahkar insanlara sağ əlinə veriləcək və onlar sağ tərəf əhli kimi təqdim olunacaq. Günahkar insanlara isə sol əllərinə
veriləcək. Özü də arxa tərəfdən. Bu onları təhqir etmək mənasındadır. Və bunlar da sol tərəf əhli sayılacaq. Bu ayədə həmin mövzuya işarə edərək belə buyurur. Bələd surəsi 19-cu ayə. وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ Bizim ayə və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbaxtlik əshabıdırlar. Yəni, sol tərəf sahibidirlər. Bunlar bilə-bilə Allahın nişanələrini inkar etdilər. Allah Taala Peyğəmbəri göndərdi. Onunla yanaşı Qur'anı göndərdi. Burada yalnız Bəyyinə surəsinin təfsirində açıqlanıb, oralarda bu barədə geniş söhbətlər olunub. Belə başa düşməyək ki, burada məqsəd yalnız Yahudilərdir, yaxud kitab əhlidir. Xeyr, Allahın dəqiq nişanələrini, onun ayələrini görüb inkar edənlər hamısı sol tərəf əhli, bədbəxtlik əhli səhabələridirlər. Onlar bilə-bilə bu işləri gördülər. Allah Taala nə qədər insana şahid gətirməlidir, nə qədər nişanə göstərməlidir. Təbiətin özü nişanələrlə doludur. İnsan vücudu özü nişanələrlə doludur. Bundan ibrət almayan insan necə ola bilər ki, Allahda günah görsün? Buradan belə başa düşülür ki, biz insanlar özümüzü saadətə çatdırmağa çalışırıq, yaxud bədbəxtliyə, zəlalətə aparmağa çalışırıq. Hər bir şey insanın öz əlindədir. Əgər belə olmasaydı, Allah Taala bu surədə buyurmazdı, mən sizin üçün 2 yol göstərdim. Və burada da bildiyiniz kimi insanları 2 dəstəyə böldü. Niyə görə? Ona görə ki, kim Allahın sözünə qulaq asdı, onun nişanələrinə inandı, inkar etmədi, onlar sağ tərəf əhli, saadət əhli oldular, feyzə qovuşdular. Kimlər ki, Allaha qarşı çıxdı, onun aşkar nişanələri inkar etdi, onlar bədbəxtliyə duçar oldu, sol tərəf əhli oldular. Bu 2 ayədən biz belə ibrət götürməliyik ki, Allahın bizim üçün təyin etdiyi saadət yollarında addımlayaq və bu yoldan kənara çıxmayaq. Sonuncu ayəmiz, sonuncu ayənin təfsirinə başlamadan öncə 19-cu ayədə bir lüğət istifadə olunmuşdu, bir terminlə istifadə olunmuşdu. Onun açıqlamasını deyim. Sonra isə 20-ci ayənin, Bələd surəsinin sonuncu ayəsinin tərcüməsini və qısaca təfsirini sizin nəzərinizə çatdırım. Ayədə məşəmə sözü istifadə olunmuşdur. Məşəmə sözü sol tərəfə yönələnlər bildirilir. Sol hissə. Əməl dəftəri sol əlinə verilənlər belə adlanır. Öncəki söhbətimizdə, az öncəki söhbətimizdə bu məsələyə toxunduq. Onlar da ki, cəhənnəm əhlidirlər. Nəticə etibarilə sağ tərəf əhli cənnət əhli, onların müqabili isə cəhənnəm əhli sayılır. Sonuncu ayəmiz bu cəhənnəm əhlinə veriləcək əzaba işarə edir. Sol tərəf əhli olanlar hansı əzabla qarşılaşacaqlar? Sadəcə olaraq burada bir əzabına işarə edir. Elə bir əzabdır ki, bu bütün əzabları özündə əhatə edə bilər. Bir nümunə əzabı başa düşdükdən sonra onun digərlərinə ehtiyac qalmayacaq. Elə bu kifayət edəcəkdir. Allah Taala 20-ci ayədə belə buyurur. Bələd surəsinin 20-ci ayəsi. Aleyhim narun mu'sadə. Onlar üçün hər yanı qapalı bir od vardır. Yaxıb yandırması çoxdur. Çıxış yolu isə bağlıdır. Burada bir məsələni diqqətinizə çatdırmaq istərdim. Bəzən
belə fikirləşirik ki, bir qazandı, ot yandıracaqlar, bizi atacaqlar ora. Doğrudur, bəzi rivayətlərdə buna işarə olunur, belədir. Siz təsəvvür edin, insan Allahdan uzaq olsa, Əhl-i Beytdən uzaq olsa, salih insanlardan, peyğəmbərlərdən uzaq düşsə, möminlərdən, şəhidlərdən uzaq bir məqama düşsə, elə bu onun özü üçün cəhənnəmdir. Cəhənnəmin bir atəş olması, yandırıb yaxması elə də lazım deyil. Həqiqəti dərk edən vicdan sahibləri elə onlar üçün Allahın nəzərinin onun üstündə olmaması onun üçün cəhənnəmdir. Bu misallar, bunlar hamısı biz bəşəriyyətin bu dünyada müşahidə etdiyimiz maddi görüntülər, əşyalar, predmetlərə uyğundur. Və ayə işarə edir, doğrudur. Orada bu məsələlər var. Biz başa düşmək üçün bu şəkildə açıqlanır. Elə bir atəş ki, elə bir od ki, onların, bu odun hər tərəfi qapalıdır. Hər tərəfi yandırıb yaxır. Çıxış yolu isə bağlıdır. Çıxa bilmirsən. Sən burada necə özünü hiss edə bilərsən? Necə təsəvvür edə bilərsən? Biz bunu düşünməliyik. İnsanı təsəvvür edin, hər tərəfi bağlı olan isti bir otaqda salıblar elə bir isti otağa. Bu otağın qapısı, pəncərəsi olan zaman onu açırsan, içəriyə azca da olsa sərin hava daxil olur və otağın temperaturunu tənzimləyir. İnsan biraz oksijen qəbul edir. Lakin cəhənnəmdə belə bir fürsət yoxdur. Orada insanların vəziyyəti bundan da pis olacaq. Ayədə buyurduğu kimi, elə bir atəş ki, onların hər tərəfin əhatə etmişdir. Cəhənnəm əhlinin halı necə də pis olacaqdır. Və bu ayə hər iki tərəfin xüsusiyyətlərini, dönüş yerini bizə açıqladı. Ayədən qısa nəticə alaraq sözümü sona yetirirəm. Bununla da bizim Bələd surəsinin təfsiri sona yetdi. Bu Bələd surəsindən istifadə etdik ki, Allahın bizim üçün qoyduğu hidayət yollarını yaxşı tanıyaq, bizim üçün təyin etdiyi saadət yolu ilə gedək və onun nişanələrini inkar etməyik. Belə olduqda Allah Taala'nın buyurduğu kimi Əshab-ül Məymənə sağ tərəf əhli olacaq. Əks təqdirdə isə Əshab-ül Məşəmə olacaq. Allahdan arzu edək ki, bizi sol tərəf əhlindən qərar verməsin, əməl dəftərimizi sol əlimizə verməsin, özünün sevdiyi bəndələrdən olaq, bizi peyğəmbərlərin, məsumların, həqiqi ardıcıllarından qərar versin, salih insanların sıralarında yerləşdirsin. Biz bəndələr az əməllə o uca Tanrının qabağına gedirik, qarşısında dayanacaq. Elə günlərimiz olacaq ki, qarşıda çox çətin olacaq. Ona görə də bu dünyada əməllərimizi artıraq, müstəhəblərimizi artıraq, vaciblərimizi yerinə yetirək, günahlardan uzaq olaq, haramlardan qaçaq, məkruhlardan uzaqlaşaq və o zaman Allahın nəzəri bizim üstümüzdə olar. Son nəticə belə oldu ki, əgər Allahın bizim üzərimizdə lütfu olmasa, o bizim üçün cəhənnəmdir. Narun musadədir. Allah Teala bizi narun musadədə qərar verməsin və bizi salih insanlardan qərar versin. Burada Bələd surəsi sona yetdi. Digər surələrin tərcüməsi və təfsiri ilə sizinlə görüşənə qədər sizləri Allaha tapşırıram. Gələn bəhslərimizə, söhbətlərimizə qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.